Salam əziz izləyicilər, bugün mən sizə uşaqlıq yolu sallanması, uşaqlıq yolunun prolapsı haqqında məlumat vermək istəyirəm. Bilirik ki, uşaqlıq yolu müəyyən qadınlarda sallanır. Buna səbəb nədir? Buna səbəb müxtəlif travmalar, doğuş zamanı olan travmalar, iri çəkili uşaqların anadan olması, ondan sonra çox saylı doğuşlar səbəb ola bilər. Qarın daxili təzyiqin artması, birdən-birə kökəlmək, qəbizlik, uzun müddətli öskürək, bunlar hamısı uşaqlıq yolu prolapsının, uşaqlıq yolunun sallanmasını provokasiya edən amillərdəndir. Uşaqlıq yolunun sallanmasının səbəblərindən biri də klimakterik dövrdə qadınlarda estrogenin miqdarının azalması nəticəsində toxumaların atrofiyası nəticəsində olan prolapsdır. Ona görə sidik qaçırma və uşaqlıq yolunun sallanması, defekasiya çətinliyi, ümumiyyətlə uşaqlığın özünün hətta sallanması menopauzal dövrdə çox olur. Çünki bu zaman estrogenlərin miqdarı azalır və belə bir vəziyyət əmələ gəlir. Deyə bilərsiniz ki, onda keysəriyyə olan qadınların heç birində uşaqlıq yolu sallanması yoxdur, var. Onlarda da var. Az sayda olsa da var. Çünki onların anatomiyası, onların genetik olaraq toxumalarının turqoru zəifdir və doğmayan qızlarda, qadınlarda da uşaqlıq yolu sallanması ola bilər. Uşaqlıq yolu ön tərəfdən sidik hissəsi ilə, arxa tərəfdən isə düz bağırsaqla qonşudur. Ona görə uşaqlıq yolunun genişlənməsi zamanı, genişlənib sallanması zamanı həm sidik hissəsi sallanır, həm də düz bağırsaq önə çıxaraq sallanır və bunun nəticəsində qadında sidik qaçırma olur. Öskürərkən, asqırarkən, ağır bir iş görərkən onlarda sidik qaçırma baş verir. Bəzilərində isə əlləri ilə kömək eləməsələr böyük bayıra çıxa bilmirlər, defekasiya mümkün olmur. Ümumiyyətlə, alimlər hesablayıblar ki, ginekoloji əməliyyatların 1/3-i uşaqlıq yolu sallanmasına görə aparılan əməliyyatlardır. Əməliyyat vasitəsilə uşaqlıq yolu sallanmasını korreksiya eləmək çox asandır, həm də eyni zamanda çətindir. Asandır ona görə ki, qarın boşluğuna girilmir, vaginadan hamısı həll olunur. Çətindir ona görə ki, orada zərgər dəqiqliyi lazımdır. Zərgər kimi işləmək lazımdır ki, hər bir şey səliqə ilə başa çatsın. Ön divarın plastikası zamanında selülik şa kəsilir. Altdakı fasiyalar səliqə ilə yığışdırılıb, daraldılır, yaxınlaşdırılır. Sidik kanalının bütün uzunluğu boyunca və sidik hissəsinin boynu mütləq duplikatoru olunmalıdır ki, əməliyyat düzgün hesab olunsun. Əgər ancaq tək selülik şanın kəsilməyi ilə əməliyyat başa çatarsa, 3-4 aydan sonra eyni şey təkrarlanır. Arxa divarda da həmçinin arxa divarın əməliyyatından sonra qadınlar özlərini çox yaxşı hiss edirlər. Defekasiya aktı sərbəst olur. Qaz çıxmaq, başqa bir hadisələr baş vermir və qadınlar xoşbəxt olurlar. Bundan başqa aralıqda olan bir çox problemlər də, travmatik cırıqlar da, doğuş vaxtı olan cırıqlar, bunlar hamısı bərpa olunur və qadın əvvəlki vəziyyətindən qayıdır. Əziz qadınlar, əgər sizdə bu hadisələrdən biri, məsəl üçün sidik qaçırtma və yaxud da ki, defekasiya aktının çətinləşməsi və yaxud qeyri-ixtiyari olaraq vaginadan qaz çıxmaq, düz bağırsaqdan narahatçılıq hiss edirsinizsə, mütləq həkimə müraciət edin. Onlar uşaqlıq yolu sallanmasını korreksiya edəcəklər və siz əvvəlki həyatınıza qayıdacaqsınız. Diqqətinizə görə çox sağ olun.